Alimlər Terminator filminin maye robotunu hazırlayıb. Seul Milli Universiteti və Qaçon Universitetinin tədqiqatçıları maqnitlə idarə olunan maye robotu hazırlayıb. Robot maye əsaslıdır və hidrofobik hissəciklərlə örtülüb. Həm bərk, həm də maye vəziyyətində olaraq dar keçidlərdən keçə, hissələrə ayrılıb yenidən birləşə, əşyaları götürüb daşıya bilər. Onlar həm quru, həm də su üzərində hərəkət edir. Araşdırma Science Advances jurnalında dərc olunub. Sistem maye metaldan ibarətdir və içindəki hissəciklər maqnit təsiri ilə birləşərək müvəqqəti bərk struktur yaradır. Maqnit sahəsi itdikdə material yenidən yumşalır. Alimlər bildirib ki, ideyanın əsas ilham mənbəyi James Cameronun Terminator 2 filmindəki maye metal robotudur. Araşdırma gələcəkdə tibbi prosedurlar, axtarış xilas etmə əməliyyatları və ətraf mühitin tətbiqi kimi sahələrdə geniş istifadə imkanları açır.